Bugün qaynanamla istiot gülləri əkirik. Daha doğrusu bir dipçəkdən başqasına köçürüləcəyik. Zaqatala dolanında qonşularımız vermişdi bu gülləri bizə. Düzü Qarabağa gəlin gəldiyim üçün Zaqatala adını çəkəndə bəzi insanlar əsəbləşir, amma da bu dəfəlik bağışlasınlar məni. Doğulub böyüdüyüm yerin adını çəkdiyim üçün. Gülü əkməzdən öncə də qonşularımızın odun sobasında bişirdiyi dadlı yuxa ilə səhər yeməyimizi yedik. Daha sonra başladıq işə. Qəşəng qara torpağa əkdik, amma çox nazik idi sapları. Sizcə bunlar böyüyüb özünü tutacaqmı? Tutsa çox gözəl görünəcək, balaca qırmızı biberlər yetişəcək üzərində. Bir də yeni qərarlar almışıq, sizlə də bölüşmək istəyirəm. Bildiyiniz kimi bizim həyətdə çox iş var. Gördük artıq özümüz təmizləyib bitirə bilməyəcəyik, ona görə də yardım almaq istədik. Çünki Sənan axşam gəlir evə, həm yorğun olur, həm də 1-2 iş görənə qədər artıq hava qaralmış olur. Çox zamanda axşamlar bizdə yağış yağır. Bu o deməkdir ki, videolarım artıq daha səliqəli həyətdə çəkiləcək. Qarabağdan hamınıza salamlar. Videonu bəyənib bizi izləməyi unutmayın.